Xeyrullah. Ayşe git kapını aç. Alaklazoktan bak naberin adamıza da kapı açma yine. Ay Allah seni saklasın. Gel kahvana içeri. Ay hoş geldin. Hoş gelmişsiniz. Hemşire siz geldiniz. Hoş gün olsun. Ay gelin bacı. Şimdi yine elinde o dedi. Baba ne babam pul götürmüşsün. Baba telefon söz vermiştin ha. Erik sana. Ya zat gidiyiz. Susana. Bak çorlarından. Nerede benimleri dimirer. Yüreğimiz yüzme. Dire ölen dele. Yo. Muştuluksuz demerim. Aşığa bir çay. Benim gözümüzde bu değil. Ama sen oladı görünmeydin. Haydi değil aslına bir çay. Aslına bir çay. Oturun deyin. Bu elə xəbərdir ki, bunu ayaküstü eşitmək olmaz, təhlükəlidir. Odur ki, yanınızı yerə qoyun. Baba. Ay, Kapat. otur. Yanım oldu yerinde. Ay. Ben ölüm sözümde. Gəlir. Kim? Feyzullah kim? Bu da çay. Ay, sağ ol. Feyzullah əmmiz, dayımız. Ya əmmizdir, ya dayımız. Bunu hələ tam dəqiqləşdirməmişəm. Yaxşı. Son içersin. Dediniz bu Feyzullah hardan geldi? Amerika'da. Wow! Amerika'dan qohumumuz gelir. Sen satkınızda. Kafaramı hırdala göre bu Feyzullah kimdi? Kimin kimsesidir? Amerika'ya ne için geldi? Tabak geldi. Belki de halk düşmanlarından olup. Hadi o vaxtın xalq düşmənləri indi xalq qəhrəmanlarıdır. Mama düzdür. Kazım, bu Feyzullah kişi bilmək istəyirsən kimdir? Конечно. Amma oğlu Kazım, bax sən də, gəlin bacım, elə sən də, ay şirin balı, elə sən də çox yaxşı bilirsiniz ki, mən Qafar, qohum əqraba fanatikiyim. Hə? Təksiz yox, bütün xalqımız bunu televizorla görüb. Görüb ki, sizin hamınızı bir-birinizlə mən tanış eləmişəm. Amma oğlu Kazım, sən falçı Zəhranı, Qəribi, Rəisi, Cahangiri, nəhayət məni 1987-ci ilə qədər tanıyırdın. Qafar abi, 87 deməz də 87 deyərlər. Kas tanımıydı. Sizi tanıyan güne taş düşeydi. Gül kimi, pambıq kimi arvatdan bosandım. Təkcə bası qaldı, bası. Bastama da. Fikir vermə bala. Qafa qardaş, o kişini necə tapdınız? Ay, gəlin bacı, vallah bunu hər qohum eləməz. Hər. Mənim bu qonşuluq fanatizmim olmasaydı, mən də bir iş görə bilməzdim. Hər. Yazmadığım idarə, beynəlxalq təşkilat qalmadı. 2 il əlləşdim, vuruşdum. Nəhayət bu kişini tapdım. Yerini, ünvanını, yurdunu öyrəndim, məktub yazdım. Nəhayət cavab məktubu gəldi, Mirza göndərdim. Bir ətək pul xərcləmişəm. Ödə onsuz olmaz axı. Ay qafa. Xülasə, 2 günə gəlir vətənə bizim yanımıza. Orada Amerikada tək tənha yaşayırmış. Oğul uşağı zalıyor. Qarrıkı. Sən bir diyan da. Ay qafa, bu kişi kimdi? Kişi kimdi? Təqsə necə susi? Suşi, sənin xalan Xeyransanın lap birinci əri. Hər. Mənim də atamın doğmacı əmisi. Xeyransan. Xeyransan, birinci. Benim dayım. Dayı. Şalay day. Gel de day gel. Paşa gelmiş. Dedi də 2-3 günə gəlir, hövsələvi bas. Canay bana. Can analı atalı yesin bana. Attın getirdin taşını. Feyzullah baban geldi. Ey Feyzullah baba. Qafar abi, Feyzullah baba nə tər adamdır? Müllür oqqalı olur. Uzak gel. Deyirsən, 2 gün sonra, 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 2 gün sonra,
Bir həftəyə gəlir, hə? Hə, bu həftə. Elə Novruz bayramında. Feyzullah o Novruz bayramı bilirdi. Demirəm zatkiniz. Sən məsəl. Bu milliyə söhbəti uşaqları gic edib də müəllimlər də çoxanı deyil. Ay uşaq, bu ara məxluqu sənə deməyib ki, böyüklər danışanda uşaq məxluqu söhbətə qarışmaz. Kazım, sən mənim canım, uşaqda işin olmasın. Qoy diribaş böyüsün. Hə, nə deyirsən? Diribaş böyüsün? Yox, deyirəm bu Feyzullah kişi Amerika. Qarşılamaq lazımdır. Qafar qardaş, bax, hamı bilir, siz də bilirsiniz. Məni qətiyyən belə şeylər maraqlandırmır ha. Amma yenə də, bu Feyzullah kişi necə varlı dövlətli adamdır. Ağa, bu kişi Əfqanistandan gəlir, Bangladeshdən gəlir, Sri Lankadan gəlir, Amerikadan gəlir. Amerikada kasıb adam var. Hələ o vaxt Reagan Qarbaçovdan xahiş eləmişdi ki, 5 nəfər kasıb göndərsin ki, Amerikada nümayiş elətdirsinlər. Dedim axı mənə belə şeylər maraqlandırmır. Amma mənim bacımın ərinin dayısı keçən illər gəldi Türkiyədə. Belə milyonçunun milyonçusudur ya, dollarla. Gəldi, gördü bunların bağı, bağçası, evi, eşiği, maşını, da belə hər şey. Xülasə, 10 gün yeyib içəndən sonra yağla qayıtdı. Türkiye'ye. İstanbul'a. Bileti Bakı İstanbul idi də. Hadi buraya. Şimdi sen bildin ki, ben niye geceler bu çocuğun başına bakıp ağlayıram. Ağaz, İstanbul Bangladeş'te dedi. Amma oğlu Kazım, deyirəm o bir qonlarla da mütləq bir məsləhətləşmək lazımdır. Kim ben? Falçı Zəhra, Karib, Urus qərbi deyirəm, Urus qərbi. Cahangir, Rəis. Reis mütlak. Aa, Qafar Fərdi. Ha. Neyinirsiniz bütün qohum məxrəbəmi yox. Bizimkiləri tanımırsınız. Bir gün bu qonaq aparacaq, bir gün o birisi qonaq aparacaq. Qaragün kişini yoracaqlar, qoca adamdır da. Neçə yaş var? 85. Aparami. Estopta istemez de 85 diye. Yaxşı. Ben dedim əynini. Ne etsin? Geyinəm oğlu, geyin. Qəfərəmi, Ha. sen bilirsən bu zalə məxluq niyə istəmir bizim əziz qohum məqrəbə gəlib o kişini qarşılasınlar? İstəyir onun gətirdiyi bütün hədiyyələri, ərmağanları öz götürsün. Mən bunun nəfsinə bərəkəm. Sifon şərtlərinin nəfsinə bərəkəm. Gez geyinəm oğlu. Sen de qəribə adamsan, soyunub ki giydin də. Vaxtı itirmeyin. Qafar qardaş, Allaha and olsun, heç ağlıma gəlməyib ha belə şey ya. Bax məni hamı tanıyır ha, bax siz də tanıyırsınız ha. Heç ağlıma gəlməmişdi. Gəl var, sən Allah fikir elə. Uf, gördün də, xeyirxahlıq məqsədilə dediyim sözləri hara yozdu bu kişi? Ağaz! Mənim kalsonum hani? Adə, əynində kalson var da. Ay insan, ay bala, qalıb qoy kalsonla polisə getmək olar. Taksi necə? Gəl tap mənim kalsonum. Taksi necə?